Salam əziz şagirdlər. Bu gün istəyirəm ki, sizə çox vacib olan impulsun saxlanma qanununda bəzi xırda məqamlara toxunaq. Ümumiyyətlə ilk öncə qeyd etmək istəyirəm ki, impulsun saxlanma qanunu nədir? Bunu tərif şəkildə dedikdə, qapalı sistemi təşkil edən cisimlərin impulslarının vektor cəmi sabit qalır. Ekranda da görünür ki, bizim impulslarımızın cəmi bərabərdir konstant. Ancaq mən bunu sizə daha bir anlaşılıqlı dildə demək istəyirəm ki, impulsda bizim ilk öncə cisimlərimizdə hansı impulslar var idisə, ilkin olaraq impulslarımız bərabər olmalıdır onların son halındakı impulslarına. Yəni əvvəl olan impulslarımız son haldakına bərabər olmalıdır. Əgər ilk halda bizim cisimlərimiz durursa, onların impulsu sıfıra bərabərdirsə, son halda da bizim impulsumuz sıfıra bərabər olmalıdır. Yəni, burada qeyd edildiyi kimi impuls əvvəl bərabərdir P impulsa. İndi bunu sizə şəkillər üzərində izah etmək istəyirəm. Göründüyü kimi burada bu şəklimizdə bir dənə buna nə deyirlər? Bomba. Bomba dayanıb və o hərəkət etmir. Onun müəyyən bir kütləsi olsa belə, onun sürəti sıfıra bərabərdir. Deməli, bizim sistemimizin impulsu sıfıra bərabərdir. Bu bomba partladıqda bundan qəlpələr ayrılır. Bir neçə hissəyə bölünür. Baxın, görürsünüzmü? Yekunda bunların hər biri ayrı-ayrı sürətə və ayrı-ayrı kütlələrə malik olsa da, onların istiqamətləri fərqlidir və biz yekunda bunların impulslarının cəmi yenə sıfıra bərabər olmalıdır. Yəni, əvvəlki halda bizim impulsumuz nə idisə, son halımızda da o olmalıdır. Məsələn, digər şəklə baxaq. Bax, sistemimiz sükunət halındadır, sürətimiz sıfırdır, deməli impulsumuz sıfıra bərabərdir. Daha sonra isə biz buradakı ipi qırsaq, bu cisimlər hərəkət edəcək. Özdə əks istiqamətlər hərəkət edəcək və onların ayrı-ayrılıqda impulsları olacaq və yenə də bizə yekunda bunların cəmi nəyə verməlidir? Sıfır verməlidir. Və bunlar əksinə getdiyi üçün görürsünüzmü, bir-birinə bərabərdir. Vektorial olaraq ədədi qiymətləri bərabərdir, istiqamətləri isə bir-birinin əksidir. Və buna uyğun olaraq ən məşhur hərəkətlərdən biri reaktiv hərəkətdir. Görürsünüzmü, raket ilk öncə onun hərəkətdə etmir, sürəti sıfırdır. Ona görə də onun impulsu sıfıra bərabər. Daha sonra raket hərəkət etdikdə ondan bir hissə ayrılır, aşağıya doğru. Raketin özü isə əks istiqamətdə yuxarıya doğru hərəkət edir. Və biz bilirik ki, impulsun saxlanma qanunu sistemin əvvəlki impulsu nədirsə, son impulsu da ona bərabər olmalıdır. Deməli, bunların cəmi bizə sıfır verməlidir. Və biz görürük ki, bunlar əks istiqamətdə gedirlər. Deməli, bunlar qiymətcə bərabər, istiqamətcə bir-birinin əksidir. Məsələn, bu şəklə diqqət edək. Ümumilikdə bizim sistemimizdə oğlan arabanın üzərində dayanıb hərəkət etmir bu halda və bizim yekun impulsumuz sıfıra bərabərdir. Ancaq arabadan oğlan hərəkət etdikdə bu zaman görürsünüzmü, oğlan bu istiqamətdə hərəkət edir, maşın isə əksinə doğru hərəkət edəcək və bu zaman bunların yekun impulslarının cəmi də sıfıra bərabər olmalıdır. Məsələn, tüfəngə baxaq, ümumi halda tüfəngimiz sabit dayanıb. Onun ilkin olaraq impulsu sıfıra bərabərdir. Daha sonra isə biz tüfəngdən atəş açsaq, mərmi qabağa gedəcək, tüfəngimiz isə geriyə doğru gedəcək. Bu zaman bu istiqamətdə onların impulslarının cəmi də, bax, əvvəlki sıfır idimi? Son da sıfıra bərabərdir. Baxın, belə bir şey deyim. Buradan çıxan mərminin kütləsi kiçik, amma sürəti böyükdür. Tüfəngin kütləsi isə mərmiyə nisbətən böyük, sürəti isə daha kiçikdir. Və buna görə də onlar bir-birini bu şəkildə tarazlaşdıracaq. İstəyirəm ki, bir-iki dənə buna aid test nümunəsinə də baxaq. Məsələn, burada güvəndə belə bir suallar var, amma burada toqquşma ilə bağlı suallardır. Olsun, gəlin bir-iki dənə toqquşma ilə bağlı suallardan izah edeyim. Biz bilirik ki, yəni burada da yenə də
toqquşma ilə bağlı olan suallar yenə də impulsun saxlanma qanununa bağlı suallardır. Məsələn, eyni istiqamətdə iki cismimiz hərəkət edir. Bax, gəlin, M1-imiz 2 kiloqramdır, M2-miz isə 3 kiloqramdır və sürətlərini də bizə verib. V2 5 metrlə, V1 isə 10 metr bölünsün saniyə sürətlə hərəkət edir. Bu zaman mən ilkin vəziyyətdə bunların impulslarını tapıram. İkisi də baxın, hərəkət istiqamətində, ikisinin də eyni istiqamətdə getdiyi üçün biz bunların ikisini də müsbət götürəcəyik. M1 V1 üstə gəlinsin M2 V2 olacaq. Bu bizim ilk impulsumuz olacaq sistemin. Gətirib qiymətləri yerinə yazsaq, M1-imiz 2 kiloqram, V1-imiz 10 kiloqram, M2-miz 3 kiloqram, V2-miz isə 5 kiloqramdır. Yerinə qoyub bunları toplasaq, 20 üstə gəlinsin 15, bu da eləyəcək 35 metr, kiloqram vurulsun metr bölünsün saniyə. Aha, indi gəldikdə bizə deyir ki, bu eyni istiqamətdə hərəkət edən iki cismin qeyri-elastiki toqquşmadan sonraki sürətini hesablayın. Qeyri-elastiki toqquşandan sonra bax bu iki cisim gəlir, baxın gəlir və sonra buna daha böyük sürətlə görürsünüzmü? Birinci cisim bax bu birinci cisimdir, bu ikinci cisimdir. Daha böyük sürətlə hərəkət etdiyi üçün gəlib ikinci cisimə yaxınlaşır və toqquşurlar. Bunlar toqquşandan sonra ikisi bir cisim kimi hərəkət edir. Artıq onda bizim P sonumuz tapsaq, bunlar bir hərəkət eləyir. Biz bunun sürətini bilmirik, amma kütlələri isə M1 və M2 olacaq. İkisi bir halda olacaq. M1-imiz 2, M2-miz isə 3 olduğu üçün 2-nin üstünə 3 gələcəm, eləyəcək 5 vurulsun 5-dir. Mən demişdim ki, bizim P ilkimiz P sonumuza bərabər olmalıdır. Onda mən P ilki tapmışdım 35. Buradan P sonu isə 5V tapmışdıq son sürətimizi. Buradan alırıq ki, 7 metr bölünsün saniyə sürətlə bunlar birləşib hərəkət eləyəcək. Ümumiyyətlə, yadımızda saxlayaq ki, qeyri-elastiki toqquşma zamanı impulsun saxlanma qanunu ödənir. Amma elastiki toqquşma zamanı isə həm impulsun saxlanma qanunu, həm də enerjinin saxlanma qanunu ödənəcəkdir. Məsələn, digər bir məsələyə də baxaq. İndi isə burada məsələn qarşı-qarşıya hərəkət edir. Baxın, ilk öncə gəlin biz birinci sistemimizin ilkin olaraq impulslarını tapaq. Baxın, bunlar qarşı-qarşıya hərəkət etdiyi üçün mən əgər hərəkət istiqamətini bu istiqamətdə götürürəmsə, V1 M1 P1 impulsu müsbət, P2 impulsu isə mənfi olacaq. Ona gəlin ilk sistemin ilk impulsunu tapaq. Mənim M1 V1 çıxısın M2 V2 olacaq. Gətirib yerinə qoysaq, M1-imiz 3 kiloqram, V1-imiz 6, M2-miz 1 kiloqram, V2-miz isə 12 metr bölünsün saniyə sürətdir. Buradan isə alsaq ki, 18 çıxısın 12 bərabərdir 6. Deməli, mənim ilkin olaraq impulsum, sistemimin impulsu 6 olubdur. İndi gəlin, bunlar görək toqquşandan sonra. Bax, iki cisim qarşı-qarşıya hərəkət edirsə, deməli, bunlar bir yerdə toqquşacaqlar. Toqquşandan sonra, uşaqlar, hansının sürəti daha böyükdürsə, impulsu da o istiqamətdə hərəkət edəcəklər. Yəni, bir sistem kimi hərəkət eləyəcəklər. M1, M2. Gətirin, son impulsumuzu yazaq. P son bərabərdir. Kütlələrimiz biri 3, biri 4 idi. 4 və bunlar bir sürətlə hərəkət edəcəklər. Bu sürəti isə biz bilmirik. Buradan yazaq. V-dir. İndi biz dedik ki, impulsun saxlanma qanununa görə P ilkimiz P sonumuza bərabər olmalıdır. İndi buradan gətirib yazırıq ki, ilkimiz 6-dır. Sonumuz isə 4 V-dir. Buradan V-dir tapsaq, alarıq ki, 6 bölünsün 4, 1,5 metr bölünsün saniyə sürətlə hərəkət edəcəklər. Bəli, burada görürük ki, uşaqlar, baxın, indi biz 1,5 metr bölünsün saniyə sürətlə hərəkət elədik. Bəs bunlar hansı istiqamətdə hərəkət edəcək, uşaqlar? Hansının impulsu daha böyükdürsə, onun istiqamətində hərəkət eləyəcəkdir. İlkin olaraq biz birincinin impulsu 18, ikincinin impulsu 12 almışıq. Deməli, bu birinci istiqamətində daha böyük olduğu üçün V1 istiqamətində hərəkət edəcəkdir.